Hər vaxtınız xeyir olsun. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Sual OTK sınaq imtahanında 10-cu siniflərə salınıb. Deyir, cədvəldə 5 nəfərdən ibarət turist qrupunda olan turistlərin boylarının, uzunluqları və sayıları haqqında məlumat verilib. Qrupdakı turistlərin boylarının, uzunluqlarının ədədi ortasını bizdən istəyirlər. Ədədi orta necə tapılır? Ədədlərin cəmini onların sayına böləcəyik. Ədədi orta yazaq qısaca. İndi ədədlərin cəmi, yəni 165 üstəgəl 168 üstəgəl 172-dən 2 dənədir. O zaman 2 dəfə yazacağım. Və 173. İndi bunları toplayırıq, bölürük sayına. Sayı isə 1, 1, 2, 2, 4, o da 1, 5. Böləcəyik 5-ə. Bu qədər. Surəti toplayırıq, eləyir 850. 850-də 5-ə bölərik, düzgün cavab 170 olar.